Azərbaycan ordusu 30 ildən sonra doğma yurt yuvalarından didərgin salınan məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmasını təmin etdi. Bunu öz canları, qanları bahasına edən ordumuz sayəsində artıq işğaldan azad olunan torpaqlarda üç rəngli bayrağımız dalğalanır. Bu tarixi zəfərimizdə xüsusi rol oynayan hərbiçilərimizdən biri də əsgər Hacılı Feyruz Bəhruzoğludur. Feyruz Hacılı 1994-cü ildə mart ayının 4-də Bakı şəhərində anadan olub. Feyruz Hacılı 2011-ci ildə Yasamal rayonunda yerləşən 286 sayılı məktəbi bitirib. O, orta təhsilini bitirdikdən sonra həmin il Kiyev Tibb Universitetinin stomatologiya fakültəsinə daxil olur. 2017-ci ildə həmin universiteti bitirərək Azərbaycana qayıdır. Feyruz Hacılı həqiqi hərbi xidmətə yollanır. O, Ağdam rayonunda yerləşən en sayılı hərbi hissədə manqa komandiri kimi xidmət edir. Hərbi xidməti bitirdikdən sonra stomatoloq kimi fəaliyyət göstərən Feyruz Hacılı 2020-ci il 27 sentyabrda başlanan 2-ci Qarabağ müharibəsinə yollanır. O döyüşlərdə mina atan bölmələrin tərkibində qəhrəmancasına vuruşur. Feyruz Hacılı Füzuli və Hadrut istiqamətində qızğın döyüşlərdə iştirak edib. O, oktyabrın 17-sində Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Feyruz Hacılı ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamlarına əsasən vətən uğrunda, Xocavəndin azad olunmasına görə, Füzulinin azad olunmasına görə medalları ilə və vətənə xidmətə görə orden ilə təltif edilib.